Dəhnamədə həm bəndlər formasında şeir şəkli var, həm beyt formasında var. Bəndlər formasında biz əliyə mürəbbi var orada, mürəbbi. Əsər özü məsnəvi formasındadır. Qəzəldən də istifadə olunub. Həm beytlər arası həm qafiyə var, həm tutaq ki, misralar arası həm qafiyə var. Məsnəvinin özündə misralar arası həm qafiyədir. Amma tutaq ki, qəzəl işlənməyib, orada lirik ricət kimi. Orada beytlər arası həm qafiyəni görə bilirik, həm də bənd forması. Deyə bilmərik ki, Dəhnamə poemasında ancaq beyt formasında yazılıb. Bunu deyə bilmirik. Lirik ricətlərin içərisində mürəbbi var. Mürəbbi var burada. Aydın oldu müəllimlər. Bir də ki, 3 təfiləli formasında yazılıb. Həzəc bəhrinin 3 təfiləli formasında yazılıb Dəhnamə. Aydın oldu müəllimlər. Sonra davam eləyək.